Salam əziz dostlar, bugün aprel döyüşlərinin il dönümüdür. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusu əks həmlə əməliyyatına başlayıb, düşmənə qarşı əks hücum həyata keçirib. Nəticədə düşmənə ağır zərbələr endirilib. 2000 hektardan çox Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisi düşmənin tapdağından, işğalından azad olunub. Aprel döyüşləri, 4 gün davam edən aprel döyüşləri həm də vətən müharibəsinə gedən yolun başlanğıcı oldu. Biz həmin döyüşlər, bütövlükdə həm aprel döyüşləri, həm vətən müharibəsi bizim tariximizin parlaq səhifəsidir. Bu tarixi biz kitablarda yazılmasına baxmayaraq həm də gələcək nəsillərə ötürməliyik, danışmaqla ötürməliyik. Gələcək nəsil də daim bilməlidir ki, Azərbaycanın belə güclü ordusu var, qəhrəman övladları olub. İstər qazilərimiz Allah onlara şəfa versin, can sağlığı versin, istər də şəhidlərimiz Allah onlara rəhmət eləsin. Biz həm qazilərimizin, həm də şəhidlərimizin bu əməyini dərin hörmətlə, minnətdarlıq hissi ilə yad etməliyik. Həm də gənclərimiz bunu bilməlidir. Zəfər tariximiz də, şanlı tariximiz də tariximizin qızıl hərflərlə yazılmış səhifələridir. Bu səhifələri biz gənclərimizə daim təlqin etməliyik. Gənclərimizə həm danışmalıyıq, həm deməliyik, həm də bununla bağlı materiallar paylaşmalıyıq. Odur ki, bu tarixi də bugün sizinlə paylaşmağı vacib hesab etdim və istər həmi bu şanlı tariximizin qızıl hərflərlə yazılmış parçasını biz həm danışmaqla, həm də danışmalıyıq. Eyni zamanda da biz qazilərimizi yad eləməliyik, eyni zamanda da şəhidlərimizi yad eləməliyik. Daim onların xatirəsini biz əziz tutmalıyıq. Allah dövlətimizi qorusun, millətimizi qorusun. İstər aprel döyüşləri, istər ondan sonraki döyüşlər, Tovuz döyüşləri, vətən müharibəsi bütövlükdə zəfərimiz bir daha dünyaya göstərdi ki, Azərbaycan ordusu istənilən əməliyyata qadirdir və düşmənə qarşı elə bir zərbə endirildi ki, düşmən bizə dönüb geri çevrilib xam xəyallara düşə bilməz. Bundan sonra Azərbaycana qarşı hansısa bəd niyyətlə ola bilməz. Çünki artıq o Azərbaycan ordusu artıq kim olduğunu, nəyə qadir olduğunu göstərdi və getdikcə də Azərbaycan ordusu güclənir, daha da güclənəcək. Allah millətimizi qorusun, dövlətimizi qorusun, ordumuzu qorusun. Biz bu tarixdə, bu şanlı tarixin əldə olunmasında istər aprel döyüşləri, o cümlədən zəfər tariximiz, bizim vətən müharibəsində əldə olunan qələbənin əldə olunmasında əmək olan hər kəsin qarşısında baş əyirik və onlara minnətdarlığımızı ifadə edirik. Allah bir daha qazilərimizə can sağlığı versin, şəfa versin, şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun.